tanıtmaq üçün, deməli 1499-da İsmayıl Lahıcandan şeyə, Ərdəbilə gəlir. Hı hı. Burada Səfəvi müridləri qısa müddətdə bir araya toplanılır və Azərbaycanın, siyasi hakimiyyətini ələ keçirmək üçün, deməli İsmayıl hərbi qüvvələrini əsasən toplayıb Şərqi Anadolu, Ərzincana gedir. 1500-cü ildə Ərzincanda Qızılbaşlar müşavirə keçirir. Əsas hədəf Fərrux Yasarı vurmaq olur. Hı hı. Şirvanşah Fərrux Bəli, Yasarı. atasının, intiqamını almaq idi də əsas hədəfi. Bəli. Aha. Deməli, Qaban döyüşü olur 1500-cü ildə. Şirvan qoşunları məğlub olur. Fərrux Yasar döyüşdə öldürülür və beləliklə Şamaxını Qızılbaşlar tuturlar. Hı Sonra hı. 1500-də Bakı qalasını, tutaraq Şirvanşahların Baxın, xəzinəsi. burada Bakı qalasıdır, Bakı deyil. Oldu. Bakı Aha, Bakı qalasını tutur. Aha, qalası. doğru. Sonra Gülüstanı da mühasirəyə alırlar. Lakin onu, tutmurlar da. Çünki Ha, bax, Ağqoy burada nə Gülüstan qalası alınır, nə Bakı alınır. Yəni sadəcə Bakı qalası alınır, Gülüstanın da, mühasirəyə alınır. Yəni sadəcə mühasirə sonra geri dönəcəklər. Aha. Aha, deməli, Ağqoyunlu Əlvənd Mirzənin burada, Təbrizə doğru yürüşü olur. Ona görə, deməli, Gülüstan qalasının mühasirəsini saxlayırlar. Bəli. Hətta deyir ki, Ah, bizə sadəcə Bakı lazımdır, yoxsa bütövlüklə Azərbaycan. Bəli, onlar da Azərbaycan. deyir ki, bütövlük ona görə Təbriz axı əldən getsə heç bir dövlətdən söz gedə bilməz. Mhm. Yəni Ağqoyunlu və Qaraqoyunlunun, paytaxtı idi da. Hı hı. Aha, sonra, burada nəyi deyim? Deyim, sözə Səfəvi Bəli. təriqət Yəni nümayəndələri burada. bu Ərdəbil hakimliyi mövzusu, yəni bu qədər. İndi artıq Hı. sonra Səfəvilər dövlətinin yaranmasından danışacağıq. Aha. Amma hələ Ərdəbil hakimliyi dövründə bir dənə də bizim döyüşümüz var ki, biz onu Səfəvi dövlətinə aid eləmirik. O hansı döyüşümüzdür? Şərq döyüşü də, Bəli, Şərur döyüşüdür. Bəli, 1500-ə 1501-ci il. qədər olan döyüşlər Ərdəbil hakimliyinə qədərdir. Artıq 1501-də dövlət yarandı. 1503-də Bəli. Almabulaq Bax, bu Şərur artıq döyüşü də, Ərdəbil hakimliyinə aiddir. Yəni onu Səfəvilər Səfəvi dövləti ilə, baş verib deyəndə onlar düz getmir tezdə. bəli. Sadəcə, yəni bilin ki, o dövlətdən əvvəl olmuş bir döyüşdür. Aha, döyüş kimlər arasında olmuşdu dedik? Şərur döyüşü. Şərur, Əlvənd Mirzə Ağqoyunlularla, yəni Bəli, Ağqoyunluların bir qrupunun rəhbərliyi doğrudur. ilə Əlvənd ilə, Afqanların ilə o qolu da süqut eləyir bu döyüşdə. bir də Şərurda Aha. süqut. Bəs yaxşı, döyüşdə, İsmayılın, qələbə çalmasının səbəbi nə idi? Necə Səb deyirlər? Aha. Hı. Deyir müridlərin, şeyxlərin yolunda ölümə belə hazır olduğunu və qızılbaşların, mənəviyyatca mətin olmaları, Aha, bəli. qələbə Doğru. Bir də ki, qazanmasının İsmayılın sərkərdəlik məharəti. məharəti, Bəli, bəli, özünün İsmayılın özünün, yəni çox yaxşı mahir, qılınc ustası idi. Yəni çox yaxşı sərras, qılınclaşa bilirdi. Yəni əsl döyüşçü idi də, yəni yəqin ki, sol əli dediniz. Bəli, stolar. Yadınızdadır, Polad əl, qılınc həmin qılıncdır, əl, qol həmin qol deyil. sol deyil, Aha, hə. yaxşı. Sonra, İndi, deməli Nərmin müəllimə qoşuldu. Axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyir müəllimə, üzr istəyirəm, biraz gec qoşuldum. Yandı işıqlarınız? Bəli, nəsə bu sönmüşdü, amma tez yandı nəsə. Hə, lap yaxşı. Elə onda sizlə davam edək. Səfəvi dövlətinin yaranması, İsmayılın özünü, Bəli. şah elan etməsi. Deməli, müəllimə qeyd elədi ki, Şərur döyüşündə Əlvənd Mirzəni məğlub eləyir. Ağqoyunlu dövlətinin birinci qolu süquta uğrayır. Və daha sonra Qızılbaşların o ilham mənbəyinə çevrilən İsmayılın o şəxsi igidliyi və böyük sərkərdəlik məharəti Şərur döyüşündən sonra onların Təbrizə doğru irəliləməsinə səbəb olur. 1501-ci ildə Təbrizə daxil olur və özünü şah elan eləyir. Şah birinci İsmayıl olur və Səfəvilər dövlətinin əsasını qoyur 1501-dən 1736-cı ilə qədər və Səfəvilər dövlətinin ilk paytaxtı da Təbriz şəhəri olur. Daha sonra 1503-cü ildə Həmədan yaxınlığında Almabulağı döyüşündə İsmayıl 12 minlik qoşunla Ağqoyunlu sultanı Muradın 70 minlik qoşununu məğlub eləyir və bununla da Ağqoyunlu dövlətinin ikinci qolu süqut eləyərək Ağqoyunlu dövlətinə, yəni tamamilə, yəni ki, süqut olunmuş hesab eləyirik.
Daha sonra o babası Həsən padşahın, yəni ki, Ağqoyunlu dövlətinin sərhədləri daxilində bir dövlət yaratmağa çalışır. Səfəvilər dövlətini Ağqoyunlu dövlətinin, yəni ki, davamçısı kimi davam elətdirmək istəyir. 1503-cü ildə İranın mərkəzini və şərqi əyalətlərini, 1507-8-ci illərdə Ərəb İraqı və Diyarbəkirdən Xorasana qədər olan əraziləri dövlətə birləşdirir. Aha, 10-cu doğru. ildə necə müəllimə? Bəli, Anadolu, doğrudur da. Şərqi Anadoluda. 1510-cu ildə Dərbəndi tutur, Qafqazın mərkəzi və cənub-qərb bölgələrini, eyni zamanda Dağıstan feodal hakimlərini tabe eləyir. Ha, bəli. Eee 1510-da Dərbənd və Dağıstandır. Həm də 1510-cu ildə bir döyüşü Hə, var. Mərv döyüşü olur. Bu Aha. Mərv döyüşündə Özbək hökmdarı Şeybani xanı məğlub eləyir. Amur-Dəryəyə qədər olan bütün Xorasanı ələ keçirir və nəticədə 1510-cu ildə Səfəvilər dövləti geniş ərazili bir imperiyaya çevrilir. Aha. Hansı ki, Amur-Dəryadan Fərat çayına qədər olan ərazilər Aha. Səfəvi imperatorluğunun ərazisinə daxil olmuş Yaxşı, bax olur. dedik ki, bu Mərv döyüşündən sonra, düzdürmü? Şeybani Bəli. xanını, yəni Şeybani ləri məğlub eləyir, yəni Bəli. özbəkləri. Aha. Deməli bax Hı bu Mərv döyüşündən sonra imperiyaya çevrilir də Səfəvi dövləti. Hansı hökmdarları biz onunla oxşar götürə bilərik ki, dövlətini imperiyaya çevirə bilib? Başqa Dövləti hansılar? Bəli, indiyənə kimi keçdiyimiz və yaxud da ki, tarixçi siz də bilərsiniz. Müəllimlər əlavə eləmək istəsəz siz də deyə bilərsiniz. Müəllimə, Metedə var idi, Bəli, deyəsən Metedə Metenin var idi, dövründə. doğrudur. Teymurda İspan var doları. idi. Aha. Teymurda var idi. Teymur Sonra imperiya. elə Çində bəli. Sinşuan doları. Necə? Çin dövlətində Sinşuandır. Aha, doğrudur. Sonra Ay Böyük dövləti Karl. birləşdirir. Böyük Karl təzəcə dedik. Böyük Aha. Böyük imperiya Karl çevrilir. da var idi. Bəli, doğrudur. Aha. Yaxşı. Sonra Midiyada da var idi deyəsən, Midiyada. Bəli, Midiya Səlcuqlarda da var, imperiyası. yoxsa Səlcuq? Səlcuqlarda Məlikşahın dövründə Hə, Bəli, Səlcuqlarda bəli. Məlikşahın dövrünə Aha, aid doğrudur. idi. Yəni çoxdur. Bu Əlavələriniz belə Ərəb bir İraqı, Diyarbəkir, Xorasana qədər ərazilər neçənci ildir? Ne? Dövlətə birləşdirilməsi. Deyirik Emin Ərəb İraqı 1507-8-ci illərdən. Yəni oraları artıq 1507-8-in üstündən qızım xətt çəkib 1503 yazıb. Ona görə mən burada çaşmışam. 1507-8 bəli, o biraz müəmmalı məsələdir, düz deyirsiniz. Əvvəllər Hı. kitablarda onu 1503 verirdik. Elə Çünki mən göstərirdik. oxuyarkən görürəm ki, 7 ilə 8-in üstünə xətt çəkib 1503 yazıb Hə, ora. 1503 Ona görə. verir. Düzdür. Hı. Yəni burada Ərəb İraqı var, bir də müəllimlər Əcəm İraqı var. Yəni ora da diqqət eləyin ki, məsəl üçün Hə. bəzən çaşırıq o Hı, yerlərdə də. Bəli, testlərdə. Yəni burada Ərəb İraqıdır. Ərəb O İraqı müasir İraq ərazisi gedir. bəli. Əcəm hara gedir görən? İraq. Ərəb İraqı, Bağdad, elə bil ki, İraqın öz yeri. Əcəm İraqı isə biraz elə bil ki, İran, nə bilim, o cənub ərazilər, bax Hə. o yerlər gedir. Çünki İrana yaxın. Elə bil ki, Türk necə deyim, Osmanlılar da şərq və cənub ərazilər. Necə? Osmanlılar da Səfəviləri Əcəmilər deyirlər. Əcəmi. Bəli, Əcəm. Əcəm İraqı. Bəli, elə deyirdilər. Əcəm, Hə. elə bil ki, o zaman Əcəm İraqı, ümumiyyətlə Əcəm İraqı bizim gedirdi də, yəni görürsüz indi Ərəb İraqına da sahib idik. Yəni ümumiyyətlə o ərazilər bizim dövlətlər, məsələn bundan əvvəlki dövlətlərimizdə də biz o ərazilərə məsələn Ağqoyun olsun Hə, və yaxud da ki, Ağqoyunlarda keçirdik. Eldənizlərdə də var o ərazilər, düzdürmü? Yəni o ərazilər elə bil ki, Azərbaycanlılara daha həmişə o dövlət quran kimi o əraziləri özlərinə tabe eləyiblər. Belə yəni nəticə etibarilə orada bir güclü dövlət qurulmayıb deyə elə kim güclənirsə ətrafında oranı tabe eləyib. Sonra da Hazırda türklər Diyarbəkir türklərin ərazisidir. Xorasan İranlıların ərazisidir. Aha, Ərəb bəli. İraq ərazisi gedir Bəli. də. Bəli, hal-hazırda. Amma sonra onlar məsəl üçün Dağıstan, Səlcuqlara da tabe olub Rusiya. bu ərazilər, Səlcuqların dövründə. Sonra da Osmanlılara tabe olub bu ərazi. Yəni həmin ərazilər. Aha, deməli Mərv döyüşündən sonra dedik ki, imperiya Dağıstanda Rusiya sayılır. bəli, Hazır. Dağıstan Bəli, başlayıb imperiyaya çevrilir. Aha, doğrudur və Və Şirvanşahlar və Şəki hakimliyində özündən asılı vəziyyətə salır.
Hə, İsmayıl. hətta orada bir Şeyx Şah II İbrahim adı ilə Şirvan hökmdarı olan deyir o öz hədiyyələri ilə İsmayılın yanına yəni ki adamlarını göndərir hədiyyələri ilə bərabər və ona sadiq olduğunu inandırır və Şirvanın idarə olunmasının ona bağışlanmasına nail olur. Hı Və hı. bütün mühüm vəzifələrə Ümumiyyətcə Səfəvilər dövlətinə, ordu komandanlığına, vilayətlərin idarə olunmasına, bir də ki saray işlərinə türk tayfalarının başçıları yəni ki təyin olunurdu və burada Azərbaycan türk dili, yəni qismən diplomatik yazışmada Azərbaycan türk dili istifadə olunurdu, Bir də müəllimə işlədilirdi. siz əlavə elədiniz ki, sərhədlər Amudəryadan Fərat çayına qədər uzanır. Amudəryadan Fərat çayına bir dənə də dövlət də var idi, hansı hökmdarın dövründə idi ki, dövlətin ərazisi bizdə yox da ümumi. Hansı hökmdar idi o? Bəlkə yadınızda ola. Səlcuqlarda var idi. Səlcuqlarda Məlik Səlcuqlar Şah da var idi. Melikşah idi Yox, da. Məlikşah deyildi. Toğrul, elə birinci Toğrulda idi ki, Toğrul'da. Amudəryadan Ha. Fərada. Yadınızda saxlayın ki, Toğrulun dövründə də elə idi. Hansı ki, İsmayılın dövründə də eyni, yəni ərazilər olacaqdı, dövlətin sərhədləri. Aha, Bəli. deməli kimdəyik indi? Qaliblə davam eləyirik. Deməli dövləti qurduq. Türk dili də ki, rəsmi dövlət dili idi. Yəni bundan sonrakı elə Səfəvi hökmdarları da İsmayıl kimi Azərbaycan türkcəsinə danışmağa daha çox üstünlük verəcəklər. Amma sonlara yaxın artıq Abbasın dövründən sonra farslaşma gedəcək. Farslaşma necə gedəcək? Yəni paytaxt köçürməsi falan artıq yəni orada da düzdür, dövlətdə rəsmi işlərdə olmasa da, yəni Azərbaycan türkcəsi ilə danışılır. Amma yəni bu gün də o söhbətlərə görə məsəl üçün İranlılar Səfəvi dövlətini özlərinə çıxarmaq istəyirlər. Hansı ki yazışmalar məsəl üçün fars dilində olduğu üçün, nə bilim belə bir şeylərə görə paytaxtın Fars bəyli idi də, hə? Ona görə o farslaşmana üstünlük verirdi. necə? Abbasın anası farsıdır. Məhdi Üliya da. Bəli, O həm ona görə, həm də ki müəllimlər, əslində onun məqsədi yəni farslaşdırma deyildi. Dövlətin çox bir hissəsi, məsəl üçün farslarla, digər fars, tacik, nə bilim kimi xalqlar var da, əhali öyrəşibdi. Bir də ki bizdə ərəblər gələndən sonra bizim dilimiz nə olub? Yazı dilimiz. Ərəb və fars dili olub da, düzdürmü? Yəni türkcə yazmaq olmayıbdı. Ona görə də yəni üstünlük onlarda olubdu. Belə əsas da dövlətdə nədir? Yazışma, sənət. Sənət də fars dilində olduğu üçün bu gün bunlar Heleyə qalsa məsəl üçün Səlcuqlar da ərəb dilində, fars dilində yazıb yaradıblar da bəzi. Osmanlılar Onların da paytaxtı məsəl üçün İsfahan olub Türkiyə da. Cümhuriyyəti qurulanacan ərəb-fars yazışmalarından Bəli, istifadə doğrudur. əlifbası. Yəni onların da məsəl üçün yeri gəlsə paytaxtı İsfahan olubdu. Onda onlar da desin ki, onlara da deyin də, yəni fars dövlətidir. Niyə onlar türk dövləti kimi qəbul olunur? Amma siz o nəyə görədir? Cənubi Azərbaycanı tamamilə unutdurmaq ki, yəni bu Azərbaycanın olubdu da tamamən farslaşdırma siyasətinə görə. Belə. Əvvəllər Ziya Bünyadovun kitabı var idi, Qara kitabıdır. Aha. Bilmirəm siz oxumusunuz. Onda həmişə məsələn mən oxuyanda o vaxtlar əvvəl tələbə vaxtları yəni orada baxırdın ki, Şah Abbasın farslaşma siyasəti həddən artıq, yəni orada Ziya Bünyadov vurğulayır da. Yəni deyir Abbas gələndən sonra farslaşma siyasəti daha üstünlük təşkil edib. Sonrakı bütün bu kitablarda Paytaxtı köçürür, paytaxt köçəndən sonra artıq elə ki paytaxt nədirsə, fars bir şəhərini paytaxt eləyir də. Bir var Təbriz paytaxt olsun, bir də var ki, məsəl üçün Fars şəhəri idi də. Ondan sonra düz deyir, orada Azərbaycan məhəllələri falan yaradacaq. Məsələn, Azərbaycan ordusu indi deyəcək dərsin içində. Amma nə qədər olmasa da artıq bilməyərəkdən elə bil ki, dövləti farslaşdırma siyasəti aparır. Və beləliklə dövlət yox olandan sonra da, yəni İran bu günlər iddia eləyir ki, məsəl üçün o bizim dövlətdir. Hətta mən bəzi türk tarixçilərini də görmüşəm ki, onları fars dövləti kimi qələmə verirlər. Məsələn, siz nədir bu Möhtəşəm Yüzyıla falan baxanda da görə bilərsiniz ki, orada onları fars kimi qələmə verirlər bəzi yerlərdə. Məsələn, Azərbaycanlı demirlər. Başa düşdünüz? Yəni guya ki, o əcəm İraqım deyir əslində. Amma yəni farsların hökmdarı kimi qələmə vermək istəyirlər. Belə bir şeylər var. Orada biz də biraz qaldırmışdıq ki, yəni özümüzün türk qardaş deyirik. Yəni siz də fars deyəndən sonra da nə oldu ki? Yəni belə bir şeylər. Amma
təbliğat, yəni aparmaq çox önəmlidir. Əsas da biz tarixçilər, yəni tarix müəllimlərimiz üzərinə çox şey düşür. Məsəl üçün dərs keçəndə şagirdlərə bildirməliyik ki, Səfəvi türk dövlətidir. Yəni düzdür, bizə şiəliyi gətirib, şiəlik təriqətini yayıbdır, belə bir şey. Yəni sünni şiə ki, bu gün də onun necə deyim, əziyyətini çəkirik bəzi yerlərdə. Özünüz bilirsiniz də ixtilaflar olur. Amma buna baxmayaraq, yəni güclü bir dövlət qurubdur. Azərbaycanın ərazilərini yəni genişləndiribdir, imperiyaya çevrilibdir. Nə bilim, belə bir şeylər, amma onu öz dövlətimizə özümüz sahib çıxmalıyıq. Yoxsa ki, çıxmasaq sahib, İran zaten ki, deyəcək ki, bizimdir. Aha. Deməli, qaliblə davam eləyirik. Bunlarda idarə etmə demək olar ki, Qaraqoyunlu, Ağqoyunlu dövlətinə bənzəyir, amma fərqi də var. Məsəl üçün, biz Qaraqoyunlu, Ağqoyunluda necə demişdik idarə etməni, amma Səfəvilərdə ali idarə etmə sistemi necədir? Bunlarda yəni fərqli olaraq bu mərkəzləşmiş dövlətidir. Teokratiya xüsusiyyətlə seçilir. Teokratiya nədir? Yəni dini qanunlara əsaslanırdı. Aha. Və bu birinci Bizim biz İsmayıl qədim bu dövlətimiz var idi. Bizim deyəndə dünya tarixində. Məsəl üçün Şumerlər. Düzdürmü? O da teokratik dövlət idi. Bəli, bəli. Aha. Və bu Şah 1-ci İsmayıl mərkəzləşmiş dövlət yaratmaq istəyirdi və bu mənbələrdə də Qızılbaş adı ilə tanınırdı. Bir də 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətinin idarəsi, yəni yerçilik prinsipinin həyata keçirilməsi, yəni bürokratiyasının güclənməsinə şərait yaradırdı. Və bunda idarə etmə sistemləri vardı. Şah vardı, Şah Ali Məclis və vəkilə bölünürdü və Əmir Ül-Üməra, vəzir, bir də sədr. Və bu ali idarə etmə sistemi var idi. Baxın, burada Başlayan birinci şahlar şahdır. Onlarda da Qaraqoyunluda padşah idi, düzdürmü? Yəni şah, padşah, hökmdardır da hər ikisində. Birində şah adlanır, birində padşah. Burada bir fərq yoxdur. Amma burada ikinci yerdə kimdir? Vəkildir. Qaraqoyunlu, Ağqoyunluda kim idi ikinci yerdə? Əmir Əmirəl Əlümarə. Üməra. Əmirəl Üməra Üməradır. idi, Bu bəli. vəkil. Aha, bax fərqi budur ki, yəni orada ikinci yerdədir, burada məsəl üçün Əmir Əl-Üməra var, amma üçüncü şəxsdir artıq. Düzdürmü? Amma vəzirin dördüncü yerdə olması oxşar cəhətdir hər ikisində. Aha, bəli, buyurun davam eləyin. Və bu şahdan başlayaq, qeyri-məhdud hakimiyyətə malikdir. Dövlətdə ali diniyə və ali dini baş sayılırdı. Bu şiə məzhəbin dövlətlə əlaqə etmişdi və bu dini ideoloji zəmin əsasında sünniliyin hakim olduğu Osmanlı və Şeybani hökmdarına qarşı yəni mübarizə başladı. Sonra gəlir vəkil, dünyəli və dini işlərdə yəni müavin idi. Əmir Əl-Üməra ordunun baş komandanı idi. Bu Şah 1-ci İsmayılın tərbiyəçisi, yəni lələsi olan Hüseyn bəy Şamlı Əmir Üməra vəzifəsindən təyin olunsa da, yəni mərkəzdən uzaqlaşma meylinə